Bəziləri də lap belə pis gündədirlər, yazıq olublar. Özləri kimi insanların əlinin altında kölə olublar. Allah kömək olsun. Allah sizi bu bəladan xilas eləsin. Bir dəstə quldur, bir dəstə qolu zorba, məzlum, zəif salınmış, əzilmiş insanları əzərək kölə eləyirlər. Özləri üçün işlədirlər. Haqlarını vermirlər. Dünyada indi bu dəqiqə bu vəziyyətdə olan insanlar çoxdur. Amma Allah insanı bunun üçün yaratmayıbdır. Allah yaradıbdır ki, sən azadsan, sənin azad şəkildə yaşamağa haqqın var. Nəyə görə qorxu altında yaşamalısan? Nəyə görə başı dəyənəkli olmalısan? Sən insansan, qarşındakı da insandır. Səni də Allah yaradıb, onu da Allah yaradıb. Amma o Allahın unudub deyə özünü qoyub Allahın yerinə, Allahın bəndələrinə Allahlıq etməyə çalışır. Amma Allah deyir ki, mənə qulluq elə, mənə bəndə ol. Bunu da deyim ki, biz necə yaşasaq, bunu %100 bilin. Elə də ölüb gedəcəyik. Allah Rəsulunun sözüdür. Buyurur: "Yamutur raculu ala ma aşa aleyhi." Deyir, bir insan necə yaşasa elə də öləcəkdir. Və yuhşaru ala ma mata aleyhi. Və necə ölsə elə də qəbirdən qaldırılacaqdır və hesab kitab ayağına çəkiləcəkdir. Azad olmaq ümidi ilə, azad yaşamaq ümidi ilə, nəfsin zincirlərindən qurtulub xilas olmaq ümidi ilə Allaha əmanət olun.